Nepalda cəmi 48 saat ərzində bir hökumət yerlə yeksan oldu. Səbəb isə nə xarici müdaxilə idi, nə də hərbi çevriliş. Hər şey bir tətbiqin, TikTokun qadağan edilməsi və xalqın buna qarşı çıxması ilə başladı. Hökumət düşünürdü ki, TikToku və digər sosial şəbəkələri bağlamaqla tənqidlərin qarşısını alacaq. Amma yanıldılar. İllərdir davam edən sistemli korrupsiya və dövlət vəzifələrinin tanışlıq prinsipi ilə paylanması, xalq iqtisadi böhranla boğuşarkən elita təbəqənin imtiyazlarının artması da etirazları artırdı. Nepal hadisələri sübut etdi ki, iqtisadi ədalətsizlik olan yerdə istənilən kiçik qadağa kütləvi partlayışa səbəb ola bilər. Nepal hadisələri 2024-cü ildə Banqladeşdə baş verən tələbə hərəkatının davamı idi. Nepalda olduğu kimi, Banqladeş hökuməti də xalqın əlaqəsini kəsmək üçün interneti və sosial medianı dəfələrlə qapadı. Lakin bu, etirazları dayandırmadı. Əksinə, ümumxalq hərəkatına çevirdi.